Salam, morfologiya bölməsinə daxil olan isim bəhsi haqqında mən sizə bugün məlumat verəcəm. İsimdə biz hansı mövzulara toxunacağıq? Konkret və mücərrəd, tək, cəm, ümumi, xüsusi isimlərə, ismin quruluşca növləri, ismin mənsubiyyətə görə dəyişməsinə. Qrammatika haqqında məlumat verim. Qrammatika dilçiliyin ən böyük bölmələrindən biridir. Bura morfologiya və sintaksis daxildir. Morfologiya, Yunanca, morfo, forma, logos, bəhs deməkdir. Morfologiyada nə öyrənəcəyik? Nitq hissələrini, onların bölgüsünü, quruluşunu, formasını, dəyişmə xüsusiyyətlərini. Sintaksis də Yunan sözüdür. Sintaxis deməkdir. Tərtibat birləşmə mənasına gəlir. Burada biz söz birləşməsi, cümlə və mətn öyrənəcəyik. Nitq hissələri ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Ümumi qrammatik məna nə deməkdir? İsmin ümumi qrammatik mənası əşya bildirməkdir. Sifətdə əlamət və keyfiyyətdir. Sayda sıra və ardıcıllıq bildirir. Ondan sonra zərfdə deməli feili müxtəlif cəhətdən təyin edir. Onun tərzini, zamanı, yerini və miqdarını bildirmiş olur. Feil hərəkət bildirir və s. Bunlar olur nitq hissələrinin ümumi qrammatik mənası. Nitq hissələrindən bir dənə əvəzliyin ümumi qrammatik mənası yoxdur. Hansı nitq hissəsini əvəz eləsə, onun da deməli xüsusiyyətlərini daşımış olur. Əsas nitq hissələri və köməkçi nitq hissələri var. Artıq iki yerə bölünür. Deməli, isim, sifət, say, əvəzlik, feil, zərf 6 dənə əsas nitq hissəmiz var. 5 dənə köməkçi nitq hissəmiz. Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida. Əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası olacaq, ayrılıqda işlənə bilər, suala cavab verəcək, ayrılıqda cümlə üzvü olacaq, leksik şəkilçi artırmaqla yeni söz yaratmaq mümkün olacaq, qrammatik şəkilçi qəbul edir və formaca dəyişə bilir. Quruluşca da 3 cür olacaq. Amma köməkçi nitq hissələr quruluşca 2 cür olur. Sadə və mürəkkəb. Bunların düzəltməsi yoxdur. Bunlar deməli ayrılıqda işlənə bilmir, özünə məxsus sualları yoxdur, söz yaradıcılığını iştirak edə bilməyəcəklər, leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Məsələn, mən sizə kitab haqqında nümunə göstərmişdim ki, bunun deməli leksik mənası var idi, izah eləmək olurdu. Qrammatik mənası isimdir, isim kimi xüsusiyyətləri hansılar idi, onlar da bir-bir sadalamışdıq. Amma köməkçi nitq hissələrində bunu göstərmək mümkün olmayacaq. Bunların yalnız qrammatik mənası olur. İstisna məqamda, qoşmadan da söz yaratmaq olur, yeni sözlər düzəltmək olur. Məsələn, aid, aidlik, xas, xasiyyət, qoşmadır. Amma istisna məqamda köməkçi nitq hissəsi olan qoşmadan yeni söz yaratmaq mümkün olub. Sual əvəzlikdə heç sualı da olmur. İsim haqqında məlumat verim. Əşya adını bildirən, kim, nə, hara suallarına birinə cavab verən əsas nitq hissəsinə isim deyilir. İsmin ümumi qrammatik mənası və yaxud da qeyd elədiyim kimi əşya adı bildirməkdir. Onun özünə məxsus xüsusiyyətləri var ki, mən bunları yalnız isimlə görəcəm. Konkret və mücərrəd olur, ümumi xüsusi, tək, cəm, toplu olur, mənsubiyyətə görə dəyişir, hallanır, xəbərli şəxs şəkilçisi qəbul edir. Xəbərli şəxs şəkilçisi məsələn, həkiməm, həkimsən, həkimdir. Həkimik, həkimsiz, həkimdirlər, budur. Bunlar haqqında sizə demək olar ki, geniş məlumat verəcəm. Konkret isimlər haqqında məlumat verim. Gözlə görülə bilən, diqqətli olun. Əllə toxunulması mümkün olan, şəklini çəkə bildiyimiz maddi varlıqlar konkret isimlər adlanır. Maddi, yəni real həyatda mövcud olan, mümkün olan varlıqlar haqqındadır. Havadır, küləkdir, buluddur, insandır, kitabdır. Bunlar konkret isimlərdir. Havanın şəklini çəkmək olur. Məsələn, payız fəslinin şəklini çəkərik, qış fəslinin şəklini çəkərik. Sonra küləkdir ki, uşaqlar onu belə bu formada çəkirlər, daha çox rəsm dərsində. Buluddur ki, buludun da şəklini çəkmək olur ki, bunlara biz konkret isimlər deyirik. Mücərrəd isimlərin isə şəklini çəkmək mümkün deyil və bunu yadda saxlayın. Gözlə görünə bilmir, əllə toxunulması mümkün deyil. Xəyaldır, yuxudur, fikirdir, düşüncədir. Yəni konkret olaraq mən şəklini çəkə bilmirəm, təsvir eləyə bilmirəm. Bunlar daha çox təsəvvürümüzdə mümkün və yəni var, təsəvvürümüzdə canlandıra bilirik, belə deyim sizə. Hərənin bir xəyalı, yuxusu, fikri, düşüncəsi ola bilir. Sonra ümumi isimlərimiz var, bir də xüsusi isimlərimiz var. İncəsi bütün varlıqların adı ümumidir. Onları fərqləndirmək üçün istifadə etdiyimiz isə xüsusi isimlər olacaq. Məsələn, insan deyəndə bir çox insan nəzərdə tutulur, amma mən xüsusi şəkildə vurğulayıram Günay.
Artıq həmin o ümumi insan isimdən Günayi seçmiş oldum, xüsusi isimə çevirmiş oldum. Sonra məsələn burada deməli deyək ki, heyvan deyək, nə qədər heyvan var, amma məsələn mən ad qoyuram, xüsusi isim yaradıram, qırat toplan deyirəm. Çay deyirəm, nə qədər çay var, amma Kür və Arazın adını çəkirəm, xüsusi isimə çevirmiş oluram. Yəni artıq bunlar olur xüsusi isimlərimiz. Fərqləndiririk də. Bir növ fərqləndirmək üçün xüsusi isimlərdən istifadə etmiş oluram. Sonra elə sözlərimiz var ki, həm konkret, həm də mücərrəd olur. Məsələn, analıq his olanda, sonra qardaşlıqdır, atalıqdır, bacılıqdır. Bunlar his olanda mücərrəddir. Amma deməli, ana, ata mənasında olanda, qardaş, bacı mənasında olanda bunlar artıq konkret olacaqlar. Sonra saat, zaman mənasında mücərrəddir, əşya olaraq konkret olacaq. Ağıl, düşüncə mənasında mücərrəd, malqara saxlanan yer mənasında isə deməli konkret olmuş olacaq. Ümumi isimlər xüsusiyə, xüsusi isimlər də ümumiyə keçə bilərlər. Arzu, fərəh, ceyran, vəfa, vüsal ümumidir. Amma adam adı kimi istifadə eləsəm mən bu arzunu, ceyranı, vəfanı, vüsalı olacaq xüsusi isim. Sonra bunlar da həmçinin bir vaxtlar xüsusi isim olublar. Ondan sonra deməli bunları ümumi isim kimi istifadə eləyiblər. Yəni həmin bunları kəşf eləyən adamların adları ilə, yəni adlanıblar da, rentgen deyiblər, bu adam adı olubmuş. İndi keçir ümumi ismə. Sonra isim olmayan digər nitq hissələrindən də xüsusi isim kimi istifadə eləmək olar. Mehriban sifətdə, amma insan adı kimi qoymaq olar bunu. Mehriban demək olar. Əziz həmçinin, coşqun həmçinin, sevildi. Sonra sevərdi, feildi, sevildi, feildi. Amma deməli adam adı kimi, xüsusi isim kimi istifadə eləmək mümkündür. Sonra deməli xüsusi isimlər konkret olur. Bunların amonimli, sinonimli, antonimli olmayacaq. Xüsusi isimlərə qoşulan leksik şəkilçilər onları ümumi ismə çevirə bilər. Azərbaycan yer adıdır, böyük yazılmalıdır. Azərbaycanı Ağdamlı deyəndə nə olur? Artıq ümumi ismə çevrilmiş olur. Həmçinin ca da var, Azərbaycanca məsələn deyirəm, nizam-şünas var. Canı biz öyrənəcəyik zərf bölməsində. Daha çox dil bildirən sözlərin üzərinə artırılır. Azərbaycanca, rusca, türkcə. Tək, cəm və toplu isimlərimiz var. Baxın. Əgər siz isimdə larlər şəkilçisini görmürsünüzsə, deməli o təkdir. Bu qədər bəsitdir yəni. Cəm isimlərimizdə larlərdən istifadə edəcəyik. Cəmləmə daha çox ümumi isimlərə aid olsa da, xüsusi isimlərdə də istifadə etmək olar. Bu zaman böyük yazılır. Sonra lıq şəkilçisidir, bunlar cəmlənmirlər. Daha çox qohumluqdur, peşə sənət məzmunu bildirir, müəllimlik, həkimlik, insanlıq. Sonra toplu isimlərdən cəmaatdır, ictimaiyyətdir, əhalidir, bunlar da cəmlənməyəcəklər. Kəmiyyət şəkilçisi bəzən çoxluğu bildirməyə də bilər. Məsələn, deyirəm ki, burada da soyuqlar başlayıb. Burada deməli görürəm ki, cəmliyi bildirmiş olmur. Çoxluğu bildirmiş olmur daha doğrusu. Toplu isimlər haqqında sizə məlumat verim. Toplu isimlər, yadda saxlayın, qrammatik cəhətdən təkdirlər. Çünki mən onlarda larlər şəkilçisini görmürəmsə, deyirəm ki, bu tək isimdir. Qoşundur, ordudur, dəstədir. Bunların canında çoxluq var, leksik mənasında çoxluq var. Amma qrammatik cəhətdən yadda saxlayın, tək isimlərdir. Və bunların üzərinə larlər şəkilçisini əlavə eləmək olur. Olursa deməli tək imiş ki, larləri əlavə elədim də, elə deyilmi? Bunlardan əhali, cəmaat, ictimaiyyət cəmlənməyəcəklər. Toplu isimlər deməli, əgər burada larlər şəkilçisini görmürsünüzsə, xəbərdə təkdə verməlisiniz. Əgər larlər şəkilçisini görürsünüzsə, xəbərdə cəmdə verməlisiniz. Uzlaşma əlaqəsini qorumaq üçün. Sonra bəzi sözlər var ki, bunlar yerinə görə, yəni cümlə daxilində daşıdığı məzmuna əsasən toplu isim kimi götürülür. Məsələn, kütlə narahatdır deyəndə kütlə toplu isim olacaq. Cəmaət, əhali mənasındadır. Amma onun kütləsi, çəkisi mənasında toplu isim olmayacaq. Sonra toplu isimləri leksik şəkilçi artırmaq olur. Bu zaman artıq onlar toplu isim olmayacaq. İlxı, atlardan ibarət olan, yəni atların çoxluğunu bildirən sürüyə deyirlər. Amma ilxıçı deyəndə artıq onlara baxan şəxs, bir şəxs nəzərdə tutulmuş olacaq. Sonra toplu isimlər incisi əşyaların bir yerə toplanmasından yaranır. Deməli, burada insanlar və ya heyvanlar bir yerə şuurlu şəkildə toplanırlar. Heyvanlar daha çox sürü halında gəzirlər. Yəni,
bir məqsəd var da. Amma Qarğıdalıdır, Nardır, Meşədir, Bağdır, Salxım, Dəniz, Respublika bunlar şuurlu şəkildə bir yerə yenə özəl istərək yığılmayıblar, belə deyək. Məsələn, meşədəki ağacları insanlar əkiblər, eləmi? Sonra Qarğıdalıda, Narda olan o dənələr yəni özləri o şəkildə yaradılıblar. Onlar istəyərək bir yerə yığılmayıblar. Bax, belə yadda saxlayın. Respublika olsun, dəniz olsun, salxım olsun. Bunlar toplu isimlər deyillər. Sonra el sözü yurt, ölkə mənasını işlənəndə toplu isim olmayacaq. Deyirəm ki, el narahatdır. Cəmaət, əhali mənasında. Bir deyirəm ki, elimizdə bahar gəlib, yurt, ölkə mənasında olanda toplu isim olmayacaq. İsmin quruluşu növləri haqqında sizə məlumat verim. Deməli, digər nitq hissələri kimi isimlərdə quruluşu 3 yerə bölünəcək. Sadə, düzəltmə və mürəkkəb. Sadə isimlər kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn, həkimdir desəm, qrammatik şəkilçidir. Sonra evdə desəm, yerlik alın şəkilçisidir. Kök və qrammatik şəkilçidən ibarətdir. İsimdə deməli mənsubiyyət var, qrammatikdir, hal şəkilçiləridir. Ondan sonra larlər var, cəm şəkilçisidir ki, qrammatikdir. Şəxs və ya xəbərlik şəkilçisidir ki, bunlar da qrammatik gələcəklər. Bunlar haqqında sizə geniş bir məlumat verəcəm. Artıq bu ikisi haqqında bir gün məlumat veriləcək. Sonra yenə sadə sözlərdə qrammatik şəkilçi görəndə bilin ki, o yenə də sadədir. Düzəltmə sözlər. Düzəltmə sözləri leksik şəkilçilər vasitəsilə onun mənasını dəyişmiş oluram. Baxın, məktəb deyəndə bir obyekt nəzərdə tutulurdu. Məktəbli, kəndi, şəhərli deyəndə insan nəzərdə tutulacaq. İnsan anlayışı varsa, deməli bu isimdir. Əlaçı, çı şəkilçisi yalnız isimdə var. Duzlaqda geri bildirir. Bizimki, ki şəkilçisindən əvvəl hal şəkilçisi olarsa, mən buna isim deyəcəm. Səninki, bizimki. Bax, bunu yadda saxlayın. Ondan sonra feillərdən də isim yaranır. Axmaqdan axın, qazmaqdan qazıntı. Bu şəkilçi haqqında sizə məlumat verim. Deməli, t şəkilçisi də var burada. Qışqırtı məsələn. Qışqırmaqdan qışqırtı, səs yaranır. Bir də ıntı şəkilçisi də var. Mən bunları necə fərqləndirəcəm?Indan sonra maqmək şəkilçisini artırmaqla, əgər məzmun pozulmursa, deməli, belə ıntı şəkilçisinin özüdür. Amma məzmunsuzluq yaransa, deməli, daha doğrusu məzmunsuzluq yaransa ıntı şəkilçisinin özüdür. Amma məzmun qorunsa, deməli, t şəkilçisidir. Necə? Baxın, yazıram burada görüntü sözünü. Görüntü. İndi gəlirəm ündən sonra maqməki əlavə edirəm. Görünmək. Deyirəm ki, bəli, görünmək sözü var. Deməli, bu t şəkilçisinin özüymüş. Amma indi gəlirəm burada ından sonra mağı əlavə edirəm. Qazınmaq. Deyirəm, məndə qazınmaq sözü yoxdur axı. Deməli, bu elə ıntı şəkilçisinin özüymüş. Bu şəkildə. Yəni, ından sonra maqməki əlavə eləyirsiniz. Məna varsa, t-dır, t şəkilçisidir. ın plus t şəkilçisi. ın özü də deməli leksik şəkilçidir. Amma məna yoxdursa, deməli ıntı şəkilçisinin özüdür. Bu qədər bəsit. Əgər sözlərin mənası dəyişirsə, deməli, mən leksik şəkilçidən istifadə etmiş oluram. Sonra mürəkkəb sözlərimiz var ki, mürəkkəb sözlərimizdə ki, iki müstəqil mənalı sözlərin köməyi ilə düzəlmiş olur. Məsələn, sarı köynək. İki müxtəlif mənalı sözün köməyi ilə düzəltmişəm. Meşəbəyi. Mənsubiyyət şəkilçili sözün köməyi ilə düzəltmişəm. Beşirlik. Biri sadə, biri düzəltmədir. Əl-üzüyüyan deyirəm mən burada. Deməli, əl-üzüyanda nə baş verir? Feil-sifət şəkilçisinin köməyi ilə düzəldirəm. An-əndi. Deməli, sonra gəl, ha, gəl var ki, ha ilə düzəltmiş oluram isimlərdə bunun vasitəsilə. Gül ağadır ki, bu da iki müstəqil mənalı sözlə düzəltmişəm, adam adıdır. Top-top var ki, sözlərin təkrarlanmasıdır. Dərə-təpə yaxın mənalı. Çör-çöp bir tərəfə ayrıqda işlənə bilməyən, kağız-küğuz ola bilər. Dost-düşmən deməli, antonim, əks mənalı sözlərini düzəltmiş oluram. Tərz-i hərəkət, həddi buluq, nöqteyi nəzər, izafət birləşmələrin köməyi ilə düzəltmək olur. Defislə yazılacaq, yadda saxlayın. Əks inqilab, əksdir, konturdur, oberdir və bunlarla da düzəltmək olur, defislə yazılacaq. Ümumiyyətlə, əks mənalı olsun, bir tərəfə ayrıqda işlənə bilməyənlər olsun, eyni sözün təkrarı olsun ki, bunlar defislə yazılmış olur. Yadda saxlayın ki, mürəkkəb isimlər ya bitişik yazılacaq, ya defislə yazılacaq. Ayrı yazılan mürəkkəb ismimiz yoxdur. Bugünlük bu qədər. Çox sağ olun. Ümid edirəm ki, dərs sizə aydın oldu.